Xoş gördük sizi aşağı Əski Parada. Çox sağ ol qızım. Bugün görürsüz də hal-hazırda bir 33 ildən sonra hal-hazırda kəndə gəlmişəm. Öz evimizə gəlmişəm. Bu da bizim ev. Bütün dağıdıblar, nə günə salıblar. Bizim gözəl kəndimiz var idi, gözəl ənənələrimiz var idi, gözəl təbiətimiz var idi, gözəl bulaqlarımız var idi. İndi baxıram, ürəyim ağrıyır vallahi. Atanız, ananız nə vaxt dünyasını dəyişib? Çünki Atam 89-cu ildə dünyasını dəyişib. Bu ki elə bu qəbirstanlıqda dəfn eləmiş kəndimizdə. Anam isə rayonda dəfn eləmiş. Nə xatirələriniz var bu evlə bağlı? Uşaqlıqda bu kənddə çox əziyyət çəkmişəm. Bu kənddə heyvanımız olub, malımız olub, qoyunumuz olub. Qismətdən belədir ki, biz bugün müsahibəmizi yağışın altında edirik. Əlbəttə görürsən nur yağırdı. Bu da qismət. Vallahi bu da bir qismət. Çox sağ olun ki, bugünkü gün 33 ildən sonra mən gəldim öz elimə, obama, öz kəndimizə.